Çəqanə aləti. Bəli. Bu alət kamançaya çox bənzəyir. Kamanlı alətlərin ulu babasıdır. Hətta dünyada və Azərbaycanda ilk və yeganə Yox, ifaçısı. dünyada mən onun yeganə ifaçısıyam. Yeganə ifaçısı. Bunu mən demirəm. Bunu UNESCO-da, ensiklopediyada da var, konferanslar da təsdiq eləyir. Çünki bu alət itmişdi. Bunu Allah rəhmət eləsin. Məcnun Kərimov tarixdən ki, miniatürlərdən, Azərbaycan klassik şairlərinin əsərlərindən götürüb, tək bu yox, bizim ansamblda başqa alətlər var, çoğur var, çəqanə var, çəng var, nüssə var, bərbət, rud, təmbur, bunları bərpa eləyir. Amma bu alətlərin içində ən qədim olanlardan biri də çəqanədir. Bərpa olandan sonra məni dəvət elədi, mən elə birinci dəfə götürüb əlimə baxanda gördüm ki, bunun çox qəribə səsi var. Elə bu yayı, kamanı simə çəkəndə elə mən beynimə iynə batırdılar. Vallahi yadımdan çıxdı, bir simdə nə qədər çaldımsa gördüm, məcnun mənim gözü yaşardı.